İngilis dili bilmədən Amerikada gəlib işləmək. Green Card urduqdan sonra sizi burada heç kim gözləmir. Green Card yalnız sizə, həyat yoldaşınıza və övladlarınıza verilir. Amerikadan hər kəsə salam. Bu gün sizə qısa bir formatda Green Card haqqında hamının inandığı, amma reallığı əks etdirməyən məlumatları vermək istəyirəm. Green Card urduqdan sonra sizi burada heç kim gözləmir. Burada sizə heç kim qarşılayıb iş verməyəcək, ev verməyəcək və s. və ilaxır. Yəni bu bütün məsuliyyətlər sizin öz üzərinіздədir. Və nəzərə almalısınız ki, Green Card udduqdan sonra əgər Amerikaya doğrudan da gələ biləcəksinizsə, ən azından adam başı 5000-7000 dollar arası cibinizdə pul olmalıdır. İngilis dili bilmədən Amerikada gəlib işləmək, buna çox adam inanır və bunu eləyənlər də var, amma bu çox çətindir, çünki bütün sənədləşmə prosesləri, işə qəbul, Amerikaya gəlib çatmaq, Amerikaya düşdüyünüz, samolyotdan düşdüyünüz ilk anda belə sizi gömrük inspektoru ingilis dilində intervyu eləyir. Ona görə çalışın, əgər Amerikaya gəlmək istəyirsinizsə, ən azından orta səviyyədə belə olsa, ingilis dilinizi inkişaf elətdirəsiniz. Green Card udmaq şansı haqqında, Green Card udmaq şansı hardasa 0,2-0,3%-ə bərabərdir. Çünki hər il hardasa 20 milyondan çox adam Green Card lotereyasından qeydiyyatdan keçir, amma oynanılan Green Card sayı isə 55 minə bərabərdir. Green Card udduqdan sonra Green Card yalnız sizə, həyat yoldaşınıza və övladlarınıza verilir. Nəzərə alın ki, bacı, qardaş, ata, ana, dost bunların heç birini gətirmək olmur. Yalnız siz vətəndaş olduqdan sonra onların Amerikaya gəlməsinə kömək edə bilərsiniz. Ümidvaram bu məlumatlar sizə yararlı oldu. Amerika haqqında daha ətraflı videolara baxmaq istəyirsinizsə, mənim profilimə keçid edə bilərsiniz. Sağ olun.